Salam əziz izləyicilər, belə bir sözlə başlayaq. Bir gün oyanırsan və başa düşürsən ki, seçdiyin ixtisas və ya işlədiyin iş sənlik deyil, amma artıq gecdir. Bu videoda bunun baş verməsi üçün danışasıyıq. Bəlkə də bugün məktəblisən, ola bilər artıq tələbəsən, universitetdə oxuyursan və ya artıq hər hansı bir yerdə işləyirsən, amma yenə də mən doğru yoldayammı sualı səni düşündürürsə, doğru yoldasan. Çünki ixtisas və peşə seçimi sadəcə kağız üzərində olunan bir seçim deyil. Bu seçim sənin gələcəyini, həyat tərzini, hətta deyərdim gündəlik xoşbəxtliyini təyin edən bir qərardır. Bu qərarı düzgün vermək lazımdır. Nəzərə alsaq ki, həyatımızın böyük bir qismi işdə keçir. Ona görə də sevdiyiniz işi tapmağın çox önəmli olduğunu deyə bilərəm. Öz təcrübəmdən deyə bilərəm ki, bizdə əsasən ixtisası fənlərə görə seçirlər və valideynin istəyinə, müəllimin yönləndirməsinə görə ixtisas seçirlər. Bu seçim bəzi hallarda doğru olsa da, ixtisas uşağın xarakterinə, dəyərlərinə və bacarıqlarına görə seçilmədiyi üçün gələcəkdə uğursuz olma ehtimalı yüksəkdir. Nə etmək lazımdır? Mən təhsil mentoru və karyera mütəxəssisi olaraq şəxsin şəxsiyyət tipini, zəkasını, bacarıqlarını, güclü və zəif tərəflərini, peşə meyillərini test edərək, həmçinin müxtəlif üsullarla onun daxili istəyini kəşf edərək doğru ixtisası tapmağa çalışıram. Doğru istiqaməti tapdıqdan sonra o istiqamətə plan quraraq şagirdin inkişafını həftəlik təqib edə və dəstəkləyə bilirik. İxtisas seçimi üçün 10 yaşdan yuxarı hər kəs müraciət edə bilər. Əlaqə üçün açıqlamadakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Bu kimi mövzular sizi maraqlandırırsa, kanala abunə ola, dəstək üçün videonu bəyənərək paylaşa bilərsiniz. Sağ olun, gələn görüşlərə.